Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Əşmova. Bugün sizlərə kurikulumdan MİQ imtahanında düşmüş sualların geniş izahını verəcəm. Bundan əvvəlki izahımda qısa formatda danışmışdım, lakin söz verdiyim kimi test formasına salıb sizlər üçün geniş formatda indi izah edəcəm. Bir də soruşursunuz ki, müəllim, suallar çoxmu çətin olub? Xeyr. Həqiqətən suallar rahat olub. Hazırlaşan adam, ümumi situasiyaların üzərində işləyən adam, necə ki müdavimlərindən 18-19 düzü eşitmişəm. Yəni rahatlıqla o nəticəni əldə edə bilər. Gəlin indi başlayaq suallara. Birinci sualımız elə situasiya olub. Deyir, sinifdə bir şagird heç kimlə yola getmir və sinif yoldaşları ona nəsə dedikdə kobud reaksiya verir. Deyir, müəllim də şagirdi söhbətə çağıraraq belə deyir. Özünü onun yerinə qoy. Sən onun vəziyyətində olsaydın necə davranardın? Deyir, müəllimin bu yanaşması aşağıdakılardan hansını əks elətdirir? Təbii ki, empatiyanı. Yəni, emosional yanaşır, empatiya qurmasını şagirddən xahiş edir. Ki, yəni, sən də onun yerinə qoy, sən olsan necə olardı? Yəni, bu kobudluq həqiqətən də yaxşı bir şey deyil də, özümüz də bilirik. Müəllim o hissi o şagirdə yaşadır ki, yəni, sənə belə bir şey olsaydı necə olardı? Empatiya qurur, A variantı olacaq. Məsələn, cəzalandıraraq davranışı dəyişmək deyə bir variant olub. Cəza ümumiyyətcə bizim son atacağımız addım belə olmamalıdır. Sonra şagirdi sinif yoldaşlarından təcrid etmək, yəni bunu bir növ bullyingə məruz qoymaqdır. Bu da düzgün deyil. Şagirdin fikrini nəzərə almadan problemi həll eləmək, bu da düzgün deyil. Artıq o bir növ belə deyək ki, fərddir. Fərdin fikri necə nəzərə alınmaya bilər? Buna görə ən doğru cavabımız A variantıdır. Sonra sual verirsiniz ki, müəllim, inteqrasiyadan sual deyəsən olmayıb, heç yerdə görmürük. Bəli, inteqrasiyadan sual olmayıb bugün. Ola bilər sabah olsun, növbəti seanslar olsun. Yəni bu gün olmamağı, yəni informatikaya düşməməyi inteqrasiyadan sualın sizə də düşməyəcəyi anlamına gəlmir. Ola bilər ibtidai sinif müəllimlərinə indi birazdan ikinci seansında suallarımı paylaşacağam. Müdavimlərimiz çıxdıqdan sonra bəlkə onlara düşəcək. Yəni hələ ki informatikadan inteqrasiyanı eşitməmişik. Bullying yox idi dedilər. Yəni bullyingi də eşitməmişik. Siz ona görə bu mövzuları daha yaxşı hazırlaşın ki, növbəti seanslarda görə bilərik. Sonra taksonomiyadan belə bir sual olub ki, ümumilikdə 2 sual olub taksonomiyadan. Biri belə imiş ki, verilmiş şərtə əsasən alqoritm sxemini qurun və seçiminizi əsaslandırın. Əgər mən seçimimi əsaslandırıramsa, mənim seçimimdən söhbət gedirsə, bu təbii ki, dəyərləndirməkdir, A variantı. İndi orada sualın məğzi tam yoldaşın yadında qalmayıb, təxmini belə dedi, biz də bunu sual halına saldıq. Əgər belə imişsə, əsaslandırmaqdır. Əsaslandırmaqdırsa daha doğrusu dəyərləndirməkdir. Yox, əgər əsaslandırma sözü yoxdursa, bunun sonu başqa sözlə tamamlanırsa, onda tətbiqdir. Yəni bunu da deyim, indi müdavimimizin necə yadında qalır, elə çatdırır bizə sualları. Biz də sizə o formada çatdırırıq. Bilirsiniz ki, MİQ suallarının, kurikulum sualları yəni ictimaiyyətə verilmir, təqdim olunmur. Biz onları sadəcə eşidirik müdavimlərimizdən. Yəni bu qədərin bizə çatdırdı, mən də sizə söylədim. Keçək növbəti suala. Bir də mütləq kanala abunə olun. Çünki bütün seansları çalışıram kanalımda yerləşdirim. Həm də birinci yerləşdirməyə çalışıram ki, növbəti seanslar gedən zamanda daxil olub həmin o sualları görsünlər. Yəni çalışacağım ən birinci özüm yerləşdirim. Ona görə aşağı hissədə abunə ol işarəsi var. Ona toxunub abunə olun ki, izah yerləşdiriləndə görəsiniz. Keçək sonra digər suallara. Belə bir sual olub ki, hansı fikir yanlışdır? Burada nəymiş məsələ? Qoy onu deyim. 5 variant olub. İndi mən ikisini yazmışam. 2 variant beləymiş. Birinci variant beləymiş ki, baxdığını daha doğrusu təkrar etmək məntiq xətasıdır. Həqiqətən insanın baxdığını təkrar eləmək, özünü bənzətmək də məntiq xətasıdır. Yəni özümü kiməsə bənzədirəm. Özünü bənzətmədə bəli, məntiq xətasıdır. Bu düzdür. Bu yanlış deyil. Bu doğrudur. Bizə amma yanlışı istəyirmiş şərtdə. Sonra belə bir fikir var imiş ki, şagird məntiq xətalarını bilməlidir və ona bilməlidir ki, əməl edə bilsin. Bu da həqiqətən insan bilmədiyi şeyi necə əməl edə bilər? Təsəvvür edin ki, siz uşağa su içməyi öyrətməmisiniz, amma deyirsiniz ki, uşaq su içsin. Bəs bir bunu öyrənməlidir ki, eləsin də. Yəni, təməl körpəlikdən qoyulduğu kimi, uşaq da nə isə tələb edirsə, eynən məntiq xətasını öyrətməliyik ki, ona əməl eləsin. Bu 2 fikir düz imiş. Orada 3 fikir isə yanlış olub.
İndi variantlarda məsələn 1, 3, 1, 5 belə bu formada olub. Tam yenə də sual yadda qalmır, bilirsiniz. Hətta 1 yox, bir 4-5 müdavimini belə Lordi-də desək, dilindən eşitdim sualları. Hamısı elə bu formada çatdırdı. Ona görə ümumiləşdirib yazdım. Yəni tipi əsas bu olub da. Sizə nə lazımdır? Əsas tipi. Sonra cədvəllər olub. Birinci cədvəldə təfəkkürlə bağlı məsələ verilib. Soruşulmuş ki, uyğunluğu seçin, uyğunluğu istəyirmiş. Yəni hansı düzdür? Uyğunluq nə deməkdir? Doğrudan doğrunu götürəm, yanlışdan yanlışı. 4 dənə, 2 doğruda, 2 yanlışda fikir olub. Yəni ümumi 4 dənə. Və fikirlər, məsələn, bir fikir məntiqi təfəkkürə aid imiş, bir fikir tənqidiyə aid imiş. İndi oradan doğrudan doğrunu, yanlışdan yanlış götürürük. Yəni cədvəl təfəkkürün cədvəli olub qısacası. Yəni təfəkkürlə bağlı olub bir cədvəlimiz. İkinci cədvəlimiz isə yenə də təfəkkürün tərkib hissəsi olan düşünmə formalarına bağlı olub ki, orada da analogiya ilə bağlıymış. Məsələn, bir situasiya verib, deyib bu analogiyadır. Yəni əgər analogiyadsa, analogiya nə deməkdir? Oxşarlığı müəyyən etmək. Analogiyadsa düzdür, doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. İndi bu sualların tam məğzi bu qədər yadda qalıb. Yəni yadda qalan qədərini çatdırdım ki, təfəkkür mövzusuna da diqqətli olun. Hətta bugün 2 sual təfəkkürdən düşüb. Biri məntiq xətası, məntiqi təfəkkürün içindədir. Digəri isə tənqidi, məntiqi və yaradıcı təfəkkürün sintezi, yəni cədvəl halında. Ona görə diqqətli olun təfəkkürə də. Sonra belə bir effektiv rəy soruşulmuş. Effektiv ümumiyyətcə rəy nədir? Rəy formativ qiymətləndirmənin mövzusudur. Yəni formativ qiymətləndirməni yaxşı oxuyun. Bir dənə rəydən sual düşüb, effektiv rəy deyir hesab olunur. Belə imiş sual. Deyirmiş ki, şagird kompüter şəbəkələri mövzusunda təqdimat hazırlayır. Müəllimin verəcəyi rəylərdən hansı konstruktiv rəy hesab olunur? Yəni təqdimat hazırlayır, müəllim də uşağa rəy verməlidir. Deyir hansı konstruktivdir? Konstruktiv nə deməkdir? Düzgün rəy, gələcəyə yönəlik inkişaf elətdirən rəy, budur da konstruktiv, düzdür? İndi aya baxın, cavabımız A-dır. İndi digər variantları mən özüm atmışam, belə olmayıb. Sadəcə variant olsun deyə atmışam. Düzgün cavab A-dır. Bax, A-da deyir ki, lokal kompüter şəbəkələrlə bağlı işi düzgün hazırlamısan. Bax, müəllim yaxşı tərəfini dedi. Dedi, bunu yaxşı hazırlamısan. Sonra deyir ki, lakin qlobal şəbəkələrə toxunmamısan. Uşağın səhvini də dedim. Sonra dedim ki, onu da əlavə eləsən, təqdimatın daha uğurlu olacaq. Və səhvini necə düzəltməlidir, onu da dedim. Bax, effektiv rəy budur. Konstruktiv rəy bax budur. Həm düzgününü deyirəm, həm səhvini deyirəm, həm də səhvini necə düzəltməlidir. Yol göstərirəm. Kör-körənə danışmıram. Danışmaq xatirinə. Bax, effektiv rəy budur. Konstruktiv rəy budur. Düzgün rəy budur. Gələcəyə yönəlik rəy budur. Bax, effektivlik deyirsə budur. Qeyd etdiyim kimi digər variantları özümdən atmışam. Belə olmayıb. İndi orada fərqli düşüb. İndi imtahana gedənlər də rəyə yazsın. Zəhmət olmasa necə suallar idi sizə düşənlər. Başqa bunlardan fərqli suallar var idi mi? Rəylərə yazın. Neçə düz yazmısınız? Ballarınızı qeyd edin. Məsələn, təqdimatı zəif hazırlanıb. Belə qısa yazmışam. Amma orada uzun imiş. Mən qısaltmışam ümumi. Əgər əsas doğru cavabımız A-dır, sizdən konstruktiv rəy istəyirsə, yadınızda saxlayın. Konstruktiv rəydə bir etdiyi yaxşı xüsusiyyət vurğulanır, səhvi varsa səhvi vurğulanır və onu necə düzəltməlidir, o yol vurğulanır. Bu da effektiv rəy. Sonra keçək digər sualımıza. Bu da taksonomiya ilə bağlı dediyim kimi 2 sual düşüb. Biri bayaq dediyim idi, bir də budur. Bu sualda müdavimimiz dedi ki, belə olub ki, bağdakı güllərin gecə və gündüz müəyyən vaxtlarda avtomatik suvarılmasını təmin edən proqramı proqramlaşdırma dilindən istifadə etməklə hazırlayın. Burada nəyəsə əsasən hazırlayıramsa, bu tətbiqdir. Çoxu bunu yaratmaq götürüb. Niyə yaratmaq götürmüsünüz? Yəni burada yaratmaqlıq bir şey yoxdur. Yeni bir ixtira etmirəm ki, yaratmaq olsun. Yaratmaq o halda olardı ki, ixtira olsun. Burada ixtira yoxdur. Deyəcəksiniz, ay müəllim, yaratdı da, axı veriləni əsasən etdi. Ona görə bu nədir? Tətbiq etmək. C variantı. Diqqətli olun taksonomiyaya. Mütləq ki, bu seansda 2 sual var isə, növbəti seansda da 2-3 sual taksonomiyadandır. Xüsusən bugün düşməyən mövzular bullying, inteqrasiyadır. Növbəti günlər bu mövzulara çox diqqətli olun. Ümumi situasiyalar üzərində çox işləyin. Ən əsası, mənim YouTube kanalıma abunə olun ki, izah yerləşdirilən zaman görəsiniz.
Yəni abunə olmaq sizin xeyrinizədir ki, izahlar yerləşdirilən zaman görürsüz, izləyirsiniz və beləcə imtahan suallarından xəbərdar olursunuz. Bugünlük bu qədər. Növbəti izahlarda görüşərik. Bu videonun ətrafınızda olan MİQ-ə gedəcək yoldaşlarla bölüşüb paylaşmağı unutmayın. Sağ olun.